Və qısa reklam fasiləsindən sonra qonağımızı təqdim etmək istəyirəm. Qonağımız Nərgiz klinikasındandır. Androloq Akif Mehrəliyev buradadır. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Çox sağ olun, sabahınız xeyir olsun. Akif müəllim Nərgiz klinikasında androloq kimi fəaliyyət göstərir və təbii ki, Akif müəllim Nərgiz klinikası yeni bir ünvanda fəaliyyət göstərir. Artıq siz də bu yaxınlardan etibarən androloq kimi artıq Nərgiz klinikasında fəaliyyətə başlamışsınız. Sizi təbrik edirəm. Və buradan tamaşaçılara getmək istəyirəm ki, bugünkü mövzumuz prostatitlər olacaq, əziz tamaşaçılar. Öncə mən istəyirəm qonağımızdan bir soruşaq ki, prostat hansı funksiyana daşıyır və hansı nahiyədə yerləşir və prostatit deyəndə biz nəyi başa düşürük? Buyurun. Gülər müəllim, mən əvvəla onu qeyd edeyim ki, prostat vəzin yayılması, bəzi, məsələn, Alman alimləri 25-40% arası, yəni kişilərin 25-40%-i prostatdan əziyyət çəkir qənaətinə gəliblər. Amma son 10 ilin tədqiqatları, məsələn, Amerikan alimləri hətta 75-80%-ə qədərini qeyd edirlər. Bu, prostat vəzi ümumiyyətlə özünün verdiyi o simptomatikası o qədər genişdir, yəni əlamətləri çoxdur. Və psixofizioloji kişilərə təsiri o qədər ağırdır ki, bu son nəticədə gətirir, yəni seksual həyat da pozulanda təbii ki, ailə daxili münasibətlərə çox pis təsir eləyir, doğum aşağı düşür, nikahların pozulması durmadan artır və ona görə də günlərimizdə, müasir zamanımızda prostatit artıq böyük bir sosial-demografik bəlaya, problemə çevrilməkdədir. Yəni ona görə mən bu mövzuya müraciət elədim ki, insanlar da biraz maariflənsin bu sahədə. Prostat vəzi ümumiyyətlə, mən deyim ki, sizə, yəni, tək cinsi sistemi yox, orqanizmin müxtəlif sistemlərinə təsir edə biləcək bir üzvdür, çox kiçik olmasına baxmayaraq. Prostat vəzinin quruluşundan danışsaq, qısaca çox cansıxıcı söhbət eləmək istəmirəm, qısaca bir-iki cümlə ilə deyim. Prostat vəzi şabalıda bənzər, kiçik şabalıda bənzər bir üzvdür, sidik hissəsinin altında yerləşmişdir sanıqda. İki hissədən ibarətdir. Onun quruluşuna gəldikdə, demək, əzələ və elastik liflərdən, say əzələ liflərdən və elastik liflərdən ibarətdir. Onlar da yerləşir necə? Həm dairəvi, həm uzununa. Vəzin özünün isə, bu stroma deyirlər ona, qəfəs. Vəzin özünün isə əsas funksiyasını yerinə yetirir epitel hüceyrələri, vəzcik hüceyrələri, yəni şirə ifraz edən hüceyrələr. Onlar da toplaşaraq xırda-xırda mikroskopik vəzciklər əmələ gətirir. Və həmin vəzciklərin də özünün hər birinin, ümumi prostatda olduğu kimi, vəzdə olduğu kimi, hər birinin özünün dairəvi və uzununa mikroskopik əzələ elastik lifləri vardır. Yəni, prostat vəzinin